Bu qədər belə çoxaldıb davamlı şəkildə. Qısqancdır da onda bu, hə? Başı qarışsın evdə. Nuranə xanım, Uşaqlara. Mən hələ bir dəfə dükana tək gedib çörək almamışam. Ac qalmışam, çörək almamışam. O Yaxşı, bəs o gələnəcən. bəy özünə necə sığışdırır? Dükkana getməmsən. Getməmişəm. Mən hələ Olmur gedəsən. heç yerə. Nuranə xanım, o bəyə sual vermək istəyirəm Telefon ki, belə yoxdur. Mən xanımı telefon qısqanır, bəs xanımı milyonlarla insanın qarşısında belə aciz vəziyyətə düşürməyə bəs necə deyim, ona qısqanmır. Çarəsizlik. Bu bəyə sual verirəm. Çarəsizlik. Bu boyda milyonların içinə gəlib xanım oturub, kömək Mikrofonu istəyir, verin, yardım zəhmət olmasa. istəyir, bunu qısqanmır, amma dükana çörək almağa qısqanırsınız. Yəni bu hansı məntiqli, mən tuta bilmədim bunu. sizin sualınıza cavab verin də. Bəli, qısqanıram, heç yerə qoymuram. Dedi ki, çox Yaxşı, bəs burada qısqancdır. otuzdurmağa Xanımımdır, qısqanmırsınız. qoymuram heç yerə. Heç yerə qoymuram. Özdəki uşaq olduqca uşağa baxır da. Yəni körpə uşaq qoyub deyirsiniz ki, mən Bəs onda evdə niyə oturum, uşaqlara üzr istəyirəm, bir dəqiqə üzr baxmırsınız? istəyirəm. Sual verdik Bu cavab. vəziyyətə düşürmüsünüz. Necə? Bəs niyə milyonların önünə çıxartmısınız bu qadını? Yenə deyirəm, onu qoymuram, işləyirəm, qazanırım, gətirirəm, uşaqlarım var da. İldə də bir şükür olsun Allah. Əgər yaxşı baxa bilməyəcəkdisə, 6 uşaq nə vacib Bir idi? dəqiqə üzr istəyirəm. Bir dəqiqə sual verdik, cavab verim də. Baxın, Buyur, buyurun.